Mən bir neçə kəlmə danışdım, ancaq bu hissəni demədim sizə. Həm də Hacı Arif Buzonalı, həm də Əhlibeyt şairi. Bunun bahində oxuyanlar, bələdə olanlarla bilirəm, tanıyacaq. Sosial şəbəkələrdə baxırsınızlar, göstərirlər. Bax, Peyğəmbər aşığı, Peyğəmbərə həsr edildiyi şeirlər, İmam Əli Aleyhisselam'a həsr edilmiş, İmam Hüseynə, Xanım Zəhraya, Cənab-ı Zeynəb, elə gözəl məsələlər, elə gözəl məsələləri var. Yəni, mən onun yaxından bələdəm burada, özdə sidqinə, onun bir söhbəti oldu, Həzrət Əli haqqında. Kimə rast gəlir? İndi yəni ki, məlumatı olan, o sidqlə Şəh-i Mərdan qapısın. Eşitmişsiniz də onda, get Həzrət Əlinin qapısını. O mənə dedi ki, mən öldüm, meclisimi hələ yaxında verərsiniz. Rüşdüm, mənim mesajı rüşdüm. Mən dünyanın meclisimi, dedim ki, adam çox olacaq, mən dedim ona. Adam çox olacaq, səni Azərbaycan tanıyıb filan. Bəlkə dedi, yox. Mən demişəm ki, sidqidən get, tut Şəh-i Mərdan qapısı. Mən o qapı yapalım. Bunun imanı var idi, məhəbbət var idi. Allah rəhmət olsun. Nə olur adam çox, gələn adam çox olar, onu dinirlər. Bir dəstə gedər, qədəmi ziyarət edir. Bir dəstə girər, məsciddə 2 rükət namaz qılar. Onun savabını da mənə verərlər ki, ağıllı idiyə görürdü qabağı. Biz də onun vəsiyyətini necə lazımsa yerinə yetirdik. Allah ruhunu şad eləsin. Amin. Allah sizdə salamat eləsin. Amin. Allah onun ruhunu bizə dua eləsin. Amin. Nə qədər bizim bu Azərbaycandan, ən xüsusda bu zonadan bəyalar, mən Məşəd Azərin adını çəkdim. Məşəd Azərin simasında nə qədər bizim kəndimizdən, nə qədər Əhlibeyt şairləri yer üzündə olurlar, dünyalarını dəyişirlər. Hacı Arif Buzonalı'nın simasında onların ruhuna bir dənə fatih oldu. Amin. 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 Allahümme salli ala Muhammed. Allah rahmet eylesin. Allah rahmet. Allah rahmet eylesin.